Salam değer yayınlar sınaq 6-9-cu sinif ana dilindən olan sualların doğru cavablarına baxaq. Deməli 27-ci sualda doğru cavabımız olacaq B variantı. 28-ci sualda doğru cavab olacaq Y variantı. 29-da olacaq A variantı. 30-da Y variantı. 31-də A variantı olacaq. 32-ci sualda G variantı. 33-cü sualda olacaq D variantı sakitcə. 34 C variantı. 35 Y variantı. 36 Y variantı. Üzr istəyirəm 36'da Y yox. 36'da B variantı. 37-ci sualda C variantı. 38 C variantı. 39'da A variantı olacaq. 40'da B variantı. 41-ci sualda A variantı. 42-ci sualda B variantı. 43 Y variantı. 44 B variantı. 45 və 46 bu sualların izahı sonda olacaq. Çünki mətndən olduğuna görə 47-ci sualda doğru cavab Y variantı. 48 Y variantı. 49'da olacaq A variantı. 50-ci sualda deməli C variantı 1-3. 51'də 51 B variantı. 52 B variantı. 53 C. 54'də deməli Y variantı olacaq. Həmçinin 55 və 56-cı cavablarda baxın. Deməli 45-ci sualda nəticə Beker musiqinin təhrif olunduğunu düşünərək iradını bildirir. Səbəb dərslərini dərindən mənimsəmədiyini sübut etmək və əla qiymət almaq üçün çalışırdı. Və yaxud təhkiyatçı Bayatı Şirazı ifadə edərkən Beker diqqətlə və təəccüblə dinləyirdi. 46-cı sualda kontekstə uyğun məna dirsəyi ilə söykənərək deməli cümlə o pəncərənin kənarında dirsəklənib həyata baxırdı. 55-ci sualda Cahandar ağanın ölüm səhnəsini dəyişdirilir. Kazaklardan biri onu arxadan güllə ilə vurub öldürməli idi. Lakin bu hissəyə icazə verilmir. Çünki Rus əsgərləri işğalçı kimi təqdim olunur. 56-da doğrudur. Əsaslandırma. Mən ki gözəl deyildim filminin çəkilişi zamanı insan tələfatı böyük dayaq filmindəki aktyorun başına vurulan zərbənin sonradan onun ölümünə səbəb olması və s. Bu qədər. Sağ olun, hər birinizə uğurlar.